Salam hörmətli izləyicilər, bizim mövqe verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm Züriyə Ruslan qızı. Ənənəyə sadiq qalaraq yenə də siyasi gündəmə dair ən aktual mövzular barədə bizim mövqeyimizi qonaqlarla birgə yaxın dəqiqələr ərzində sizə təqdim etmiş olacaq. Siz bizim mövqeyimizi canlı olaraq Uydu Peyk və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. YouTube kanalı üzərindən də verilişimizi bəyənməyi, paylaşmağı, şərhlərinizi yazmağı unutmayın ki, həm sizin dəyərli fikirlərinizi, təkliflərinizi almış olaq, həm də verilişimizin onlayn platformada daha geniş auditoriyaya çatmasına yardım etmiş olasınız. Bugünkü müzakirə mövzularımız yaxın şərqdə baş verən proseslərdir. Qəzza zolağında gərginliklərin artmasıdır və prosesin bir maraqlı istiqaməti isə Azərbaycanın İbrahim sazişlərinə cəlb olunması ilə bağlıdır. Məlum məsələdir ki, ABŞ-də Trump'ın hakimiyyətə gəlməsindən sonra elə birinci dönəmdə olduğu kimi ikinci hakimiyyəti dönəmində də bu məsələni Trump ciddi şəkildə gündəmə gətirməkdədir və onun xüsusi elçisi Steve Witkoff Azərbaycanın və bir neçə Mərkəzi Asiya dövlətlərinin adlarını çəkib ki, həmin dövlətlərin İbrahim sazişlərinə, Abraham Accords adlanan bu sazişlərə üzv olmasını istədiklərini bildiriblər. Azərbaycanın bu sazişlərə qoşulma ehtimalları nə səviyyədədir? Niyə belə bir istək var? Bu istək onlara nə qazandıra bilər? Birinci bölməmizdə siyasi şərhçi Xaqani Cəfərli ilə müzakirə edəcək. İkinci bölməmizin də mövzusu olduqca aktualdır. Türkiyə və ABŞ rəsmiləri sabah Vaşinqtonda Suriya üçün görüşəcəklər. Regionda nələr dəyişəcək? Həmin görüşdə əldə olunan anlaşmalar, razılaşmalar, danışıqlar nəticəsində suallarımız çoxdur. Hər birinə cavabı elə bu buraxılışımızda tapmağa çalışacaq. Az öncə qeyd etdiyim kimi birinci bölməmizin qonağı siyasi şərhçi Xaqani Cəfərlidir. Xaqani, axşamınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük. Mən də sizi və izləyiciləri salamlayıram. Təşəkkür edirik. Xaqani, və az öncə qeyd etdim mən mövzunu. Azərbaycanın Abraham Accords İbrahim sazişlərinə cəlb olunmasından söhbət gedir. Bilirik ki, 2020-ci ildə Ərəb dövlətləri ilə İsrail arasında əlaqələrin, diplomatik əlaqələrin, əməkdaşlıq perspektivlərinin yaradılması, formalaşması nəticəsində bu saziş imzalanmışdı. ABŞ-nin də vasitəçiliyi, moderatorluğu ilə. İndi isə onun coğrafiyasını, arealını genişləndirmək istəyirlər. Nəyə xidmət edir bu genişlənmə prosesi? Bu genişlənmə prosesi bütövlükdə İsrail ilə müsəlman dünyası arasında münasibətlərin normallaşmasına xidmət edir və gözəl təşəbbüsdür. İstər ilk təşəbbüs, istərsə də indi yenidən gündəmə gələn təşəbbüs heç şübhəsiz ki, alqışlanmağa, dəstəkləməyə layiqdir. Çünki müsəlman dünyası ilə İsrail arasında münasibətlər nə qədər normallaşsa, bölgədə sülhə, münasibətlərin normal məcraya qayıtmasına daha asan yolla nail olmaq olar. Bu mənada Azərbaycanın da bu prosesdə iştirakı heç şübhəsiz ki, həm Azərbaycanın, həm İsrailin maraqlarına uyğundur. Sadəcə olaraq burada bir nüans var. Nüans da ondan ibarətdir ki, Azərbaycanla İsrail arasında münasibətlər kifayət qədər yaxşıdır, bir belə də ki, müttəfiqliyə yaxın çox strateji bir tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda İsrailin, İsraildə Azərbaycanın səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında diplomatik əlaqələr uzun müddətdir var. Bu mənada İbrahim anlaşmalarına daxil olmaq Azərbaycan üçün yeni bir şey vəd eləmir. Bu əsasən İsrail ilə diplomatik münasibətləri olmayan, münasibətləri gərgin olan ölkələrlə İsrail arasında münasibətlərin tənzimlənməsinə, normallaşmasına xidmət edir. Görünür, burada Azərbaycan iştirakı Mərkəzi Asiya Respublikalarının və digər İslam ölkələrinin iştirakı ilə bir, belə də ki, yeni bir anlaşma nəzərdə tutulur. Bu mənada Azərbaycan sadəcə olaraq burada sazişə qoşulacaq ölkələrin sayının artması baxımından bir PR effekti yarada bilər, amma beləlikdə ciddi bir nəticəsi olmaz Azərbaycan və yaxud İsrail üçün. Çünki iki ölkə arasında qeyd edirdim ki, münasibətlər strateji müttəfiqliyə yaxın münasibətlərdir, strateji tərəfdaşdırlar, çox yaxşı münasibətləri var. Onun baxımından sadəcə olaraq Azərbaycan bu prosesin genişlənməsi baxımından belə deyək ki, yeni bir addım atar. Yəni, bu Azərbaycanla İsrail münasibətlərindən daha çox İsraillə müsəlman dünyası arasında olan münasibətlərə baxımından Azərbaycan bir addım atır və heç şübhəsiz ki, qeyd edildiğim kimi
dəstəyə və alqışlanmağa layiqdir. Bu bütövlükdə xüsusilə qeyri-region ölkələrin, yəni Ərəb coğrafiyasına aid olmayan ölkələrin bu prosesdə iştirakı çox arzu olunandır. Çünki bir çox ölkələrlə hələ də təəssüf ki, İsrail arasında diplomatik münasibətlər yoxdur. Bir çox müsəlman ölkələr İsrailin mövcudluğunu qəbul etmək istəmir. Bu baxımdan yeni təşəbbüs şübhəsiz ki, çox faydalı olar və qeyd etdiyim kimi bölgədə münasibətlərin yumuşalmasına, normallaşmasına xidmət edər. Xaqan bəy, biz bilirik ki, bu məsələnin ortaya atılması, xüsusən də İbrahim sazişləri üzərindən yürüdülən ssenarinin bir tərəfində də, yəni Amerika ağırlıqlı bir sazişdən hər halda söhbət gedir və əsas qayələrindən biri dünyada Çinin ağırlığına qarşı həm də mübarizədir. Yəni bu sazişin bir prioriteti də məhz Çinlə rəqabət timsalında formalaşıb. Bilirik ki, Biden dönəmində müəyyən mənada bu saziş məsələsi gündəmdən qaldırılmış oldu. İlk Trump'ın hakimiyyəti dönəmində gündəmə gəlmişdi və təkrar indi o hakimiyyətdən qayıtdıqdan sonra yenidən gündəmdədir. Biden dönəmində isə Çinə qarşı rəqabət timsalında daha çox bilirik ki, Hindistan üzərindən Avropa iqtisadi dəhlizi də daxil olmaqla bir kəmər bir yol layihəsinə alternativlər hazırlanmaqdaydı. İndiki prosesdə də təbiidir ki, yenə Çin amilini vurğulaya bilirik. Belə olduğu təqdirdə Azərbaycanın yanaşması nə ola bilər? Son dönəmlərdə xüsusən Azərbaycan-Çin diplomatik münasibətlərinin dərinləşməsi kontekstində təhlil etmənizi istərdim. Təşəkkür edirəm. Burada sizin fikirlərinizə dəstək olaraq ona qeyd edim ki, Birləşmiş Ştatların xarici siyasəti əsasən 3 vektor üzərində qurulmuşdur. Son illərə kimi birinci vektor Avropa yönümlüydü, yəni Avropa qitəsinə yönəlik vektor ağırlıq təşkil edirdi. Sonra burada yaxın şərq və belə deyək ki, uzaq şərq 3 vektor üzərində qurulmuşdu, amma təxminən 15 il əvvəl Barack Obama'nın dövründən başlayaraq Birləşmiş Ştatlar Avropadan çəkildiyini və uzaq şərqə yönəlik siyasətini gücləndirdiyini, ağırlığı məhz uzaq şərq istiqamətə, Hind okeanı, Sakit okean hövzəsinə verəcəyini bəyan elədi. Trump'ın dövründə bu daha da güclənib, amma məhz həmin coğrafiyaya yönəlik siyasətin güclənməsi paralel olaraq yaxın şərqdə Birləşmiş Ştatların mövqeyinin güclənməsini tələb edir. Əgər Birləşmiş Ştatlar yaxın şərqdə mövqeləri zəif olsa, uzaq şərqdə heç bir uğur, ciddi bir uğur qazana bilməz. Uzaq şərqdə Çinlə rəqabətli, belə deyək ki, Sakit okean hövzəsində udması üçün yaxın şərqdə mövqeləri güclü olmalıdır. Bax, bu baxımdan istər Biden'in hakimiyyəti dövründə, istərsə də Trump'ın ikinci prezidentliyi dövründə bir sıra təşəbbüslər var. Siz onun bir neçəsini qeyd elədiniz və Biden'in hakimiyyəti dövründə Birləşmiş Ərəb Əmirliyi ilə çox yaxın münasibətlər yaradılmışdı. Qatarla çox yaxın münasibətlər yaradılmışdı. İndi Trump biraz Səudiyyə Ərəbistanında əlavə edir və həmin belə deyək ki, Birləşmiş Ərəb Əmirliyi və Qatarla münasibətləri daha da dərinləşir. Burada Azərbaycanın seçim nədən ibarət olmalıdır? Heç şübhəsiz ki, Azərbaycan bütövlükdə bu dünyada gedən böyük dövlətlər arasında gedən oyunun belə deyək ki, qüvvələr nisbətini müəyyən edəcək dövlət deyil. Daha çox Azərbaycan burada özünə birinci zərər gəlməsinin qarşısına alacaq siyasət yürütməlidir. İkincisi də daha çox hansı layihədən faydalana bilər, onu müəyyən edib və ona yönəlməlidir. Çünki bütün dövlətlərin siyasətin təməlinə duran iki məsələ var. Birincisi, özünə gələ biləcək təhlükələrin qarşısını almaq, yəni təhlükəsizlik. İkincisi isə beynəlxalq münasibətlərdən, xarici tərəfdaşlıqdan fayda götürmək. Bu baxımdan bizim burada hansısa bir ideoloji və yaxud da ki, hansısa səbəbdən qaynaqlanan prinsipimiz olmamalıdır. Bizim əsas prinsipimiz olmalıdır ki, biz hansı əməkdaşlıq formatından daha çox fayda götürə bilərik. Biz ona yönəlməliyik və çalışmalıyıq ki, şübhəsiz ki, bu rəqabətin belə deyək ki, obyekti olmayaq, subyekti ola bilməyəcəyimiz üçün obyekti olmayaq.
Böyük dövlətlər, Çin, Birləşmiş Ştatlar, bunlar həddindən artıq böyük iqtisadiyyata, siyasi gücə, hərbi gücə malik dövlətlərdir. Bunların rəqabəti Azərbaycan üçün yalnız belə deyək ki, imkanlar baxımından cəlbedici olmalıdır ki, biz bu böyük güclərin mübarizəsindən hansı imkanlar qazana bilərik. Ancaq burada iştirak şübhəsiz ki, arzu olunan deyil. Xaqani bəy, bir də sizin diqqətinizi və dəyərli fikirlərinizi həm də Qəzzada baş verənlər üzərində də təbii ki, almaq istərdim. Xüsusən də Trumpın son dönəmlərdə yaxın şərqlə bağlı ritorikasının yumşalması timsalında onun körfəz ölkələrinə səfəri, ərəb dövlətləri ilə əlaqələrin daha da dərinləşməsi fonunda, eləcə də Qəzza məsələsi ilə bağlı, problemi ilə bağlı ifadə etdiyi bəyanatların da məzmunundan biz belə qənaətə gələ bilirik ki, Vaşinqton-Təl-Əviv xəttində Qəzzadakı problemlə bağlı, İsrailin mübarizəsi ilə bağlı bir fikir toqquşması var. Hətta gərginlik belə diplomatik əlaqələrdə müşahidə olunmaqdadır. Qəzzada təklənən İsrail mübarizəsini necə davam etdirəcək sizcə? Redaktə edəcəkmi Vaşinqtona uyğun, yoxsa? Ötən gün başlayan əməliyyat göstərir ki, İsrail burada öz dövlət maraqlarını, təhlükəsizlik maraqlarını önə çəkərək, hətta Birləşmiş Ştatlarla münasibətlərin soyuqlaşmasını belə göz önünə alaraq əməliyyatları davam etdirmək qərarı verib. Burada mən istərdim ki, həm bizim izləyicilər üçün, həm də bütövlükdə Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı üçün bir məsələ tam aydın olmalıdır. Bu məsələnin iki tərəf var. Bunun bir siyasi hərbi tərəf var, bir də humanitar tərəf var. Humanitar tərəfindən baxanda heç şübhəsiz ki, Qəzzada əməliyyatların dayandırılmasını hər bir insanın arzu edəcəyi məsələdir. Amma hərbi siyasi baxımdan baxanda heç şübhəsiz ki, bütün bu coğrafiyada yerləşən və qeyri-ərəb xalqların hamısının marağı ondan ibarətdir ki, təbii bir-birinə belə deyək ki, üstə düşən maraq ondan ibarətdir ki, bu bölgədə radikal İslamın üzərində olan güclü təşkilatlar və dövlətlər olmasın. Çünki bu bütövlükdə bütün qeyri-ərəblər üçün və belə deyək ki, qeyri-radikal İslam olan ölkələr üçün təhlükə mənbəyidir. Bax, bu günləri mən çox bir neçə dənə təhlil oxumuşam, bir neçə xəbərə baxmışam. Yaxın şərqdə yenidən belə deyək ki, radikal İslamın güclənməsi, xüsusilə qeyri-sünni toplumlara yönəlik çağırışların şiddətləndiyi hiss olunur. Bir sıra ekspertlər Suriya-İraq üzərindən yeni Kərbala faciəsinin baş verə biləcəyi ilə bağlı həyəcan təbəli çalırlar və belə görsənir ki, bu təsadüfi deyil. Çünki Suriyada belə deyək ki, açıq-aşkar sosial şəbəkələrdə, ondan sonra digər vasitələrlə Ələvlər cəhənnəmə və yaxud şiyələr cəhənnəmə şüarları yazılır. Ondan sonra eyni tendensiya digər ərəb ölkələrində də baş qaldırır. Daha çox bu sosial şəbəkələrdə baş verməsinə baxmayaraq, bunun qısa zamanda gerçəkliyə, real həyata keçə biləcək təhlükəsi çox böyükdür. Bu baxımdan qeyri-ərəb dövlətlərinin, müsəlman dövlətlərinin söhbət gedir. Hamısının siyasi, hərbi maraq ondan ibarətdir ki, bölgədə İsrail kifayət qədər güclü olsun. Hətta bir İsrailin mövcudluğu artıq görsənir ki, kifayət deyil. İsrail kimi bölgədə 200 dövlət olmalıdır ki, bunu balanslaşdırmaq mümkün olsun. Əks halda İsrailin siz bir anlığa mövcud olmadığını təsəvvür edin. O zaman bölgədə ərəb hegemoniyası çox güclü olar. Təəssüf ki, Tehran rejimi bunu anlamır və bölgədəki radikal İslamçıları dəstəkləyir. Halbuki bir günləri bunun hamısı İran özünə qarşı çox ciddi şəkildə çönə bilər və İran içərisindəki o sünni radikal qrupların da müxtəlif dövlətlər tərəfindən belə deyək ki, dəstəklənməsi haqqında məlumatlar var. Və getdikcə də həm istər Qətər dövlətinin, həm istərsə də Birləşmiş Ərəb Əmirlikliyinin bu prosesə çox böyük vəsait xərclədiyi məlum olur. Məsəl üçün, 100 milyon dollardan artıq pul xərcləyərək Muaviyə və Yezid haqqında film çəkdirirlər və bunu belə deyək ki, legitimləşdirərək yeni bir
Ərəb coğrafiyasında yeni bir tendensiya yaradırlar. Halbuki herkes bilir ki, məhz həmin olaylar İslam toplumunda bir parçalanmaya ve 1000 yıl devam eden bir faciaya sebep olur. İndi onu belə deyək ki, qəhrəmanlaşdırmaq, onun yeniden bir Ərəb gəncləri üçün yeni bir belə deyək ki, məktəb kimi təqdim eləmək böyük faciələri gətirib çıxara bilər. Bax, bunu izləyənlər, ekspertlər görür ki, çox böyük təhlükə var və bunu hər birimiz nəzərə almalıyıq. Aydındır Xəqani bəy, mövzu olduqca dərin, geniş bir mövzudur. Ümid edirəm ki, növbəti buraxılışlarımızda da sizinlə təhlilimizi davam etdirməyi bacararıq. Minnətdarıq sizə dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı təhlili bizimlə bölüşdüyünüz üçün. Sağ olun.